Uğurla yola saldığımız keçən il neçə sinələrə ordenlər, medallar taxdı. Halal zəhməti ilə atsan qazanmış neçə qəhrəmanlar yetirdi. Onlardan biri də Astara rayonundakı Ərkivan kənd xəstəxanasının baş həkimi Böyük xanım Əliyevadır. O, Azərbaycan Tibb İnstitutunu 1944-cü ildə bitirib. Elə həmin ildə təyinatını Astara rayonunun Ucqar dağ kəndlərindən birinə veriblər. İlk illər Böyük xanım üçün o qədər də asan olmayıb. Müharibənin ağır günləri, geniş yayılmış yolxucu xəstəliklər. Böyük xanım Əliyeva bəzən gecələr də işləməli olurdu. O tez-tez gah at belində, gah da piyada qonşu kəndlərə gedir, neçə xəstəyə şəfa verirdi. Artıq o vaxtlar arxada qalıb. İlk dəfə işləməyə başladığı kiçik Darıskal kənd xəstəxanası indi yeni, işıqlı binaya köçürülür. O vaxt Böyük xanım tək idi. İndi onun rəhbərlik etdiyi xəstəxanada 32 nəfər tibb işçisi 7000 nəfərdən çox adamın sağlamlığı keşiyində durur. Keçən ili Böyük xanım Əliyeva ömrü boyu unutmayacaq. O zəhmətkeşlərə nümunəvi tibbi xidmət göstərdiyi üçün vətənin yüksək mükafatına, sosialist əməyi qəhrəmanı adına layiq görülür. O, işlədiyi kollektivlə, Ərkivan kəndi ilə fəxr edir. Axı Böyük xanım bu kollektivin, bu kəndin qaynar, işgüzar həyatından bəhrələnir.